Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumus-siyamu kama kutibe alellezine min qablikum la'allakum tattaqun. Sadaqallahul aliyyul azim. Aziz ve değerli, aziz Allah'ımızın gözəl bəndələri, orucluqla bağlı söhbətlərə inşallah davam edirəm. Bildiyim və bacardığım tərzdə siz əzizlərə çatdırıram Allah Taala'nın inayəti ilə. Oxuduğum bu ayə bildiyiniz kimi Bəqərə surəsi 183-dür. Rəhman və Rahim olan Allah Taala'nın adı ilə ey iman gətirənlər, oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiz. Bizdən əvvəlki ümmət Allah buyurur. Yəni digər İslam peyğəmbərindən əvvəl peyğəmbərlərin də əleyhissalamların ümmətinə bu oruc vacib edilmişdi. Allah-u Teala bizə bildirir ki, bu təkcə siz üçün deyil, cəmi bir aydır, yəni 30 gündür. Əvvəlkilər də bu əmrə tabi olub, siz də tabi olasınız. Bununla da böyük bir izzət, böyük bir ruhi rahatlıq, qəlb aramlığı, günahlardan çəkinmək və sair fəzilətlərə yetişərsiniz. La'allakum tattaqun, yəni pis əməllərdən çəkinəsiniz. Günahlardan həmişə qoy mühafizə olunasınız. İslah və hidayət olunasınız. Əzizlər, bu onu göstərir ki, deməli insan oruç tutmaqla o günahlardan çəkinir. Ruhiyyəsini qorunmasına xidmət edir. Yəni bu oruc doğru ibadətdir. Yaxşı yoldur. İnsan burada pisliklərdən çəkinir, yaxşı işlər görür. Hər bir müsəlmanın şəxsiyyətində, onun insan kimi formalaşmasında, tərbiyəsində mühüm yer tutur. Yəni bu ayın orucunun və o ibadətlərin kamil şəkildə yerinə yetirmək, günahlarını yumaq məqamına insanı aparıb çatdırır. Yəni keçmişdəki günahların silir və Peyğəmbər əleyhissalamdan Ramazan ayının xütbələrindən biri də budur ki, Əli əleyhissalam soruşub, ən mühüm, üstün bu ayda ya Rasulallah nədir? Peyğəmbər əleyhissalam buyurub ki, günahların yuyulmasıdır. Əzizlər, oruçdan şəxs orucluğun ən mühüm şərtini, yəni Allah Taala'nın buyurduqlarını yerinə yetirməklə yaxşı, xeyirxah xüsusiyyətləri özündə tərbiyə edir. Faydalı yaxınlaşma Ramazan ayında oruç tutmaqla çox asan olur.
aclıq, susuzluq və orucluğun digər məhdudiyyətləri, heyvani hissləri və şəhvətləri əhəmiyyətli dərəcədə bu ayda azaldır insan. Hətta müvəqqəti də olsa, canın və ağlın yaxasını şəhvətin əlindən qurtarır və oruç tutan üçün xeyirli işlər yerinə yetirmək və pərhizkarlıq yaradır. Doğrudan da oruç tutanda insan bunları necə deyirlər, şahidi olur. Bir ay ərzində ardı arası kəsilmədən orucluq tapşırıqlarını, vacibatlarını yerinə yetirmək və onlara əməl etmək insanda öz günahlarından çəkinmək qüvvəsini yaradır. İnsan özünü günah işlərdən çəkindirmək xüsusiyyəti onun daxilində iz salır və böyüyür. Oruç tutan şəxs aylıq vəzifəsini yerinə yetirməklə orucluq ayından sonra da pərhizkarlığı davam etdirməyi bacarır və ona müvəffəq olur. Quranın və məsum imamlarımızın, böyüklərimizin buyurduqları kimi insan kəramətin, doğru, xeyirli işlərin ən yüksək səviyyəsinə nail olur. Bəli, yeyib içməkdən çəkinərək oruç tutmaqla öz havayı nəfsi ilə mübarizə aparır və hissləri müqabilində müqavimət göstərir. Yəni nəfsani istəkə qarşı. Bu vəzifəni yerinə yetirmək insan iradəsini və qətiyyətini möhkəmləndirir. İnsanın canını lazımsız arzu və həvəslərdən xilas edir. Yenə bizim İslam rəhbərləri buyurublar, insanların ən yaxşısı öz nəfsi ilə mübarizə aparan, ən qüvvətlisi nəfsə qalib gələndir. Oruç tutanlar ən yaxşı insanlardır. Çünki oruclarını ardıcıl tuturlarsa, bundan faydalanır və nəfslərinə qalib gəlir və ən qüvvətli adam olurlar. Peyğəmbər əleyhissalam o Şəbaniyə xutbəsi ki var, əzizlər, Həzrət Əli əleyhissalam buyurur ki, Ramazan ayının gəlişi ilə bağlı əziz İslam Peyğəmbəri Bilala əmr etdi, əzan verdi, cəmaət məscidə toplandı, Peyğəmbər əleyhissalam minbərə qalxdı, Allahu Taala'nın adı ilə həmsana şükür edəndən sonra xitab elədi. İnşallah o əziz Peyğəmbər